İlqar, Bəli. ərəblərin Talas döyüşündə qələbəsinə vaxtı. 751. Talas döyüşündən hansı türk hökmdarı istifadə eləmişdir? Uyğur dövlətindən Moyunçur. Moyunçur necə istifadə eləmişdir? Yəni burada ərəblər qalib gəldilər, ticarət yollarını işğal etdilər, amma boş qalan əraziləri işğal edib geri qayıtdılar. Moyunçur da boş qalan əraziləri dövlətə qatdı. Bəli. Mərkəzi Asiyadakı. Ərəblər Talas döyüşündə hansı dövlətini alırlar? Çini. Bu hansı suların dövlətidir? Tan sülaləsi. Çində. Bəs ərəblərdə hansı suların dövlətidir? Ərəblərdə 751, burada Abbasilər sülaləsidir. Abbasların dövlətidir. Abbaslar sülaləsi hakimiyyətə gələndən paytaxt Bağdad şəhəri oldu. Bax. Sonradan Bağdad dəyişdi. bir müddətdən sonra paytaxt oldu. 762-də. Bəli. Ərəblərin Abbasilər sülalası iqamətgahı hansı şəhər idi? Paytaxtdan qabaq. Paytaxtdan qabaq Dəməşq şəhər idi. Babək də orada edam edilmişdi. Hə, Samirə şəhəri. Samirra şəhəri. Samirra şəhəri iqamətgahı idi. Paytaxt Bağdad şəhəri.